Hoş gördük hər kəsi. Deməli, yenə bir ağırlı acılı video, özə durğu işarələri və bəri başdan deyirəm, bu elə-belə video olmayacaq. Yəni, xüsusi, karartlı videodur. Ona görə də izləyin bunu axıra kimi. Çünki təkcə durğu işarələrini qoymayacaqdım. Müəyyən məsələlərə deyəcəm filan. Olsa kanalda durğu işarələrinin izahı var. Odur ki, nə edirik? Diqqətlə izləyirik. Bəli, bəyənirik, paylaşırıq. Yəni, baxın da. Həqiqətən də kanala dəstək olanlar var. Onlara dərin təşəkkürümü bildirirəm. Yəni, ən azından əməyə qiymət olaraq. Belə, deməli, incidin. 4. Ya Allah, elə Xuransan bilən 4 dillər, elə bir ki, dünyanın axır-axırıdır. Niyə sən yazdırırsın? Gəl baxaq. Bir sonra başını qaldırıb, qoşa nöqtə, tire. Mən bu kəndin ağasıyım. Mən sizə nə demişdim? Demişdim ki, əgər mübtədanın əlavəsi xəbərlə şəxsə görə uzlaşmırsa, hər iki tərəfindən vergül olmalıdır. Mən, yəni bu kəndin ağası. Heç vaxtına razılaşmaram, vergül tire dedim. Gördünüz? Belə deyək də, bütün durğu şəhərlə işləmə yerini yaxşı diqqətlə nəzərdən keçirsən, heç bir problem qalmır. Gördünüz? Nəyə gözdən qaçırırsınız? Mən 5-də B yazmışdım, açıqda. Orada məşhur yazar Shakespeare-dir. Yox, mənəm, bu Shakespeare-in adına çıxırlar. Valla Shakespeare danışıb da, sən görmürsən burada düşüncə sözü böyük hərflə başlayır. Sən də düşüncə sözü niyə böyük hərflə? Adam adı var, istər də düşüncə. Qoşan nöqtədə nətər bildi? O məkam şeydə də ola bilər. Düşüncələrin nədirsə, həyatında odur. Dırnağı bağladıq, vergül tire demişdir. M və M. Məsələn, sual olur, baxırsan iki tərəfdə sual var. O, əgər böyük hərflə yazılırsa, ikinci tərəf, onda... Ona bir fikir verməlisən, bəli. Qarşınızda çıxırsa. Yazılmışsa deməli, orada bir dənə sual olacaq. Bəli. Orada bir cür qoya bilərəm. Buyurun sonra. Bəli, 10-cu sual. Mən 10. A yazmışdım. Aya, 1-2 yazmışsan. Yox, mən 1-2 yazmışdım. Remarkanı fərqləndirmək üçün nöqtə... O durğu işarəsi niyə olsun ki? Niyə durğu işarəsi olsun? Durğu işarəsi olması üçün bitmə intonasiyası yaratmalıdır. Bu, məsələn, 3 durğu işarəsi deyil. Görsən? Bəli, deyil. 2 də həmçinin. Sonra. Yəni, remarkanı fərqləndirmək üçün niyə mən durğu işarəsi istifadə edir? 11. Ayrıcı funksiya. Ayıran. Ayırır. Ayrıcı funksiya. Bir şey digər bir şeydən ayıran hansılar olar sizcə? Sual ayrıcı funksiya deyil. Təbii ki, sual intonasiyası yaradır. Deməli, ikinin çıxsaydın cavabın hazır idi də. Nöqtə bitmə intonasiyasıdır. Ayrıcı deyil. Nöqtəli vergül istifadə edə bilərsən. Dırnaq onsuz da demişdik, bizim nitkimizi başqasının nitkindən ayırır. 16. Fərqləndirici də baxıdır burada. 16. Nə olub 16? Qayıt mənim gülüm, qayıt bu yerə. 16. Çox əsəbi lövhədir. Diyaloqda, hansı durub? Diyaloqda. Diyaloq dediyi üçün, bəli, avtomatik qabağına bir tire atacaqsan ki, ver bax, xahiş edirəm, maşını tez sürün. Vergül tire deyə o sürücünü tələsdirdi. Vergül tire, mən gecikirəm. Bəli, 3 tire var orada, düzdür. Başa düşmədim. Bircə dəqiqə. Mən orada tireni qoymadım. Məsələn, tələsdirdə sadəcə vergül qoymadım. Ağzından çıxan V gəlir. Sən nə deyirsən? Mən orada neçədən vergül? Mən sayım. 1, 2, 3, 4. Bəli, mən biz ən çoxları saçıram. Nədir? Orada əks yazacaq. Məsələn, onu iki cür düşünə bilirəm. Həm işarəçi düşünə bilirəm, həm şəxsi. Məntiqlə düz gəlmirəm. Bir maşında o sürücü nətər olur? Bir dənə sürücü var da. İkisi də maşında 2 sürücü olur ki, mən bu sürücüyə o sürücüyə deyirəm. Yox, əfəndim. Yəni, sırf yox, bu yox. Başqa tip... Mən bir də 17 yazarım. 17. Y yazdım, C çıxır. Y yazıb C çıxır. 1-3 yazıb, 1-4. 3 yazmısan. Vasitəli nitqə çevirərkən müəllifin sözləri baş cümlədə olacaq. Mən bircə dəqiqə. Mən sizə demişdim ki, bütün vasitəli nitqlər tamamlıq budaq cümlələridir. Birincisi baş cümlədir. Müəllif həmişə deyərdi. Nəyi? Baş cümlədir. Çevirəmədim də vasitəli nitqə. Balam, qoşa nöqtəni götürürsən, bunun qaydasını mən sizə demişdim. Bunu izah eləmişdim sizə, durğu işarəni də çeviririk. Demişdim ki, nə baş verir? Deməli, baş cümlədə dəyişiklik olmur. Baş cümlə, yəni bu M-də quruluş qalır. Xitab dönür tamamlığa, gəlir oturur baş cümləyə. Belə olacaq. Müəllim, bax yadınızda qalsın. Müəllim M ilə həmişə deyərdir. Həmişə deyər. Qoşa nöqtəni ləğv edirik. 2 bağlasını əlavə edirik. Və nə olur?
Müəllim burada üçün şəxsi olduğu üçün avtomatik buradakı mən də üçün şəxsə çevrilir. O, bəli, o çevrilir üçün xəbərin də şəxs sonluğu dəyişiləcək. O, bu əsəri nə edib? Oxuyub, bunu mən yazıb demişdim. Yerini dəyişən nə idi? Xitab idi. Cümlə üzvünün sayı nə oldu? Artdı. Düzdür, tamamlıq peyda oldu. Deməli, nə vaxt vasitələ çevrilən cümlə üzvünün sayı artar? Əgər orada qutab yox, xitab olar. Və mütləq surətdə də orada birinci şəxs, ikinci şəxsə çevriləcək. Əgər burada müəllim yox, məsələn, olsaydı ki, sən deyərdin, ondakı buradakı mən sən olmalıdır. Bax, bu baş cümlədə, yəni bu müəllifin nitqindəki şəxs sən şəxssə, ya da saxlayın ki, bu vasitətin nitqindəki şəxsi ona çevrilməlidir. Məsələn, bax, belə bir şey deyim də sizə. Əslən, bu izahlar heç bir yerdə yoxdur, bax, deyim. Məsələn, deyirsən ki, sən dedin, məsələn, sən dedin, qoşa nöqtə, düzdür, mən gedirəm. Düzdürmü? İndi bunu basıra çevirin. Sən dedin ki, daha sənə ehtiyac yoxdur. Gedirsən. Bax, görsən, baba, buna uzlaşmaq. Görsən, mən olsaydım, gedirəm olacaq. Hə, mən. Bəli. 28, 29, 18, 23, 18'dir. 18. Durğu şarını əvvəl qoymaq lazımdır burada. Deməli, rəhmətli nənəm belə qoyar. Anası uşağı götürüb qoşa nöqtə. Öyle dediniz, öyle bir ilk defa değil. Ay balam, ay ağıl balam. Bu niye böyük harflə yazılıb burada? Dırnağı açdı. Düzdürmü? Əziz körpə, səni də, qardaşın da nə varıram? Çox sevirəm, vergül tiri. Hə, burada neçə dənə durğu şərəsi var? 3 dənə. Bəs burada? 2 dənə. Bəs burada? 1 dənə. İndi hansıda eyni oldu? Bıy. Mənim onda bu tipli testlərdə birin içərisinə nə qədər durğu işarəsi daxil, məsələn, bir rəqəmin içində nə qədər durğu işarəsi daxil olur, o qədər sayılır. Bəli. Hə, 23 mənim. 23. 4'də dedikdən sonra nöqtə qoyublar. O bir Niyə? Hə, bax, diqqət edin bura. Bu olur. Hətta bir də MİQ imtahana düşmüşdü. Bax, fikir ver bura. Nöqtəni bura niyə qoyub? Deməli, bu adamın nitqində bitmə intonasiyası var. Nitqin özündə də bitmə intonasiyası var. Aydındırmı? Həm də diqqət edin də bura. Bu nə qoyub bura? Nida işarəsi qoyub da. Bitmə intonasiyası bildirən 3 dənə durğu işarəsi var. Daha sonra 4 dənə. Nöqtədir, nidadır. Sualda bir də 3 nöqtədir. Düzdürmü? İlahi burada bitmə intonasiyası verib. Sizcə bu adam buradan vergül tire niyə qoysun? Qoya bilmir. Bax, bu nədir məsələ? Bu adam 2 intonasiya sənə danışıb. Bir qışqırıb, yəni həyəcanla. Bir də sual verir. Demək, 2 fərqli intonasiyadır bunun nitqi. Ona görə burada nida qoyur ki, yəni abalam, bax bu yəni bu başqa intonasiyadır ha. Nida qoyduğu üçün bitmə intonasiyası var axı. Ondan sonra balaca harflə bunu başlaya bilməz. Məcburdur o nöqtədən bir dənə bura qoysun. Başa düşdünüz? Çünki nidadan, nöqtədən sonra gələn söz necə yazılmalıdır? Böyük əmr, tuta bildiniz? Əgər burada, fərz edək, bax burada nida yox, vergül olsaydı, bu nöqtə artıq olacaq. Hə. Bütün 23-ün hamısına? Hə, nədir problem ki? Qız A qədər yaxşı ki, 2-dən sonra niyə vergül qoyulsun? 2 ədəddən sonra nə vaxtdan vergül qoyulur? Hə? 2 ədəd atılırsa modal sözdür bu. Deməli düzdür də? Hə, bir düz. Qazanın qapağını götürüb. Bəs buna nə deyirsən Nuridə xanım? Bəs buna nə deyirsən? Sual verməli idi. Hə, 2 səhvdir. Səni bura mən gətirmişəm deyə səsini ucaltır. İstəsəm qaytararam öz evinə. Səsini ucaldır adam. Səsini ucaldır. Necə danışmalıdır səndən? Hə. Nida. Səsini ucaldan adam necə danışır? Yox, elə bir ki, bax sənə deyim bura. Gətirmişəm sözünü aralayırsan burayla bura. Nidanı salsan bunu oraya. Əlbəttə sonuna qoyulacaq. Xeyr. Yox, deyədən sonra mən sizə nə dedim bax? Dedim ki, biz vasitəsizlikdə sözlərlə işləmirik. Mənə maraqlıdır, bura deyə yazılır, Şir Məmməd Hüseynqulu yazılır. Mən baxıram ki, bundan sonra ağızdan gələn var ya yox. Yoxsa niyə qoyma vergül tiremi? Nerviləşdirirsin məni, hə? Deməli, bəli, 28. 28. Bir dənə problem vergül. 27. Nə yazmısan? Mən A yazmışdım, vergül.
A yazımsa nə çıxır? Bir cümlədə ümumiyyətlə söz həm əvvəldə gəlir, həm də sonda. Yekunlaşdırıcı ara sözdə işlənmir. Niyə vergül mütləq olmalıdır? Bəlkə həmsözlər arasında vergül mütləqdir, bəlkə bağlayıcıdır və bağlayıcı istifadə olunur. 28-də müəllim. 28-də problem bir dənə vergül. Gəl durğu işarələrini qoyaq. Bəli, dik iclasda rəhbəri. Qoşa nöqtə bəli. Onlar gəlməsin. Verir ki. O yandan bu yana. Hə, bildim müəllim. Hə, narahat oluram. Mən gəlməsindən sonra qoymamışdım. Vergül tire deyə adlan siyahıdan sildi. Vergül tire digərlərini çağırın dırnaq. Hə. Sonra. Ben yazmışam, açıq. Gəl baxaq. Durğu işarəsini qoyaq. Emil tələsir ki ona dönür. Başa düşdün də. Heç kəsin xəbəri olmasın. Vergül tire deyə son dəfə yaşlı gözlərlə onu süzdü. Düzdür? Vergül tire. Ola bilər ki, geriyə dönmərəm. Başa düşdüyümdən sonra mən vergül qoymamışdım. Niyə qoymadın? Cümlə bitdi. Başa düşdüm də, mən unutdum. Cümlə deyil başa düşdün. Ədat var idi deyə. Nə dəxli var ədatın məsələyə orada? Nə dəxli var? Sənə kim deyib ki, dadə ədatdan sonra vergül qoymaq olmaz zat? Kim deyib bunları? Mən süzdüdən sonra vergül tişə qoydunuz da. Bəli. Müəllim. Çünki bura son dəfə yaşlı deyə son dəfə yaşlı gözlərlə onu süzdü M-dir. Sonra yenə V gəldi. Müəllim, Hə. 31 də 31-ə baxaq. mən orada 5 dənə vergül tapmışdım. Aha, ürək genişliyinizdən. Əlabbas kişi gəldi. Deyir qapı. Əlabbas kişi gəldi. Dırnaqdadır Əlabbas kişi. Əlbəttə ki, Əlabbas kişi gəldi. Vergül deyil. Əlabbas desəydi gəldi böyük olmalıydı. Deyibdən sonra vergül qoymaq lazımdır. Ara? Deyib qapıya tərəf qaçdı. Niyə? Niyə mən feili bağlamadan sonra vergül qoyum ki? Axı hərəkət oldu. Dediyi sonra getdi qapıya. Feili bağlama olsa hərəkət bildirir də. Deyərək qapıya tərəf qaçdı. Ya. Hə. Deməli, qoşa nöqtəmi qoydum. Tirəyə xoş gəldiniz. Vergül tirədir, vergül tirə. Hamı qoşa nöqtə. Qonaqlar, qohumlar siz gözləyir. Oy, bu yox. Neyini? Mən ümumiyyətlə ıqılıb da belə. Nə zaman vergül qoyur? Feili bağlamadır o. Öp, gələk həmimiz xəbər olsun ki, vergül qoyasan. 32 müəllim. C yazmışam, açıq. Çünki durğuşan səhv qoymuşsan. Çünki sən ata dedini M götürmüsən. Ata! Dedi. Görsən, bu hamı balaca hərfləndir. Hamı balaca hərflənsə burada V başlaya bilməz. Ata, vergül tire, dedi, vergül tire. Hamıya xəbərdarlıq edilir ki, yerdən işləmək olmaz. 41. 38. Eyni şeyləri səhv eləməklə həzz alırsınız. Toplam neçə sualdır bu? 38 bin buradayıq. Buraxılmış durğu şahı. Yox, Fərhad yaradan üz-gözünü daha da yığıb, qoşa nöqtəyə tiri. Mənə bir mühəndis dəstgahı lazımdır ki, qiyməti 60 manatdır. Hər gəl bu gecə alıb aparmasam, məni məktəbə qoymayacaq. Mənim dərsdə çalışdım. 40 müəllim yazmışam. Aynen, durmuş arələrin 39 sonra 40, baxaq. Fəridə, qoşa nöqtə. Qonaq tüfəngin ikinci qoyub 2 adım qabağa gəldi. Qoşa nöqtə, tire. Xoş gördük, molla, vergül tire dedi və 2.50 onu görüşdü. Nə yazmışsan bura? Çünki müəllim, deyinlə izaha filana baxmamışam. Fəridə qoşa nöqtə. Abala, bilirəm, hər kəsin bir yerə zəifliyi vardır. Zəiflik aid bir şey deyil ki, onu təkmilləşdirmək lazımdır. Filan bölməm zəifdir, belə qalanda yuxarıdan adama nəsə göndərmirlər. Hə, razı olmadım. Vergül. Dedim ki, vergül. Yox, lazım deyil. Belə bir şey. 600 dənə vergül, bir qoşa nöqtə, bir tiri. Hə. 41'də. Yer yazdım, B çıxdı. Nə yazdın? Yer yazdım, B çıxdı. Vaqif Dağın ailəsinin poeziyaya maraq güclü idi. Nöqtəli vergül. Sadalama var, bəli. Əmsi Həsən Ağa şair olmasa da şeirin, sənətin vırğını idi. Nöqtəli vergül, 2 vergül. Nöqtəli vergül, ikinci vergül orada. Bura bax da. Şeirin. Şeirin sənəti. Sonra. 57. Yox, 49. 47. 2 yazmışmışdı.
Qoşa nöqtə tiri Atacan hoş gəlmisən vergül tiri dedi və ona tərəf getdi vergül tiri. Cümləsi şey yapır. Diyalog. Öyle de devam ediyor. Neçə vaxtdır ki səni gözləyirdim. Qardaş, abala. MV-dir də, hə? MV. Müəllif vasitəsidir. Müəllif vasitəsidir. Ağzından çıxıb tuta bilmirsən. Bax, evdə qapını açıb görəndə bu adam nə deyir? Ata, xoş gəlmisən, neçə vaxtdır ki səni gözləyirdim. Heç bu cümləni qurmamısan evdə, hə? Nəysə. Mənim bir daha 49'a baxaq sözü. Bir dənə 49-a baxaq. Hə, nə olub 49-a? Hadi yazdım. Qabaqdakı binanı göstərib, qoşa nöqtə. Tiri. Ora, vergül tiri, dedi, vergül tiri. Bizim dərs olub hazırlaşdığımız yer idi, bitdi də. Nə, ürək genişlikdəndir. Hə, 51. 51. Gözəl qardaşım. Bir dəqiqə, 51 anı. Bir dənə tapım. Hansı kimi nöqtələrin yerinə, ay Allah. Durgu işarəsini yaz. Dəqiq Hə. etmək olur. Niyə müəllim? Hə. Qonşu nə edəcəyimi bilmir. Bir də bax deyirəm ki, qonşu nə edəcəyimi bilmir. Virgül qoyma. Deyirəm ki, qonşu nə edəcəyini bilmir. Kimsə haqqında danışır. Bir də bax deyirəm ki, qonşu nə edəcəyini bilmir. Kiməsə deyirəm. Orada ya qoyursan, ya qoymursan. Sənə, o deyil axı. Deyirsən, alt durğu işarəsi. Burada gül kimi öbəndi var da. Bəli, burada nöqtə də qoya bilərəm. Diraşıb nida da qoya bilərəm. Sənin də yazdığın variantda qoya da bilərəm, qoymaya da bilərəm. Sualın şərti sənə deyir ki, hansı durğu işarəsini qoyacağıma əmin deyiləm. Sənə demir, durğu işarəsi ola da bilər, olmaya da bilər. Yəni, illa bir durğu işarəsi olacaq, ancaq hansı olacaq, onu deyəm biləm. Onu deyir. Ben ne olmuşum Ferucum ki bir de kardeşim yani tiri güzel. Qardaşımın adı gözəldir, eləmi? Bəli, bəli. Hə, bu yoxcadır, elə. O Azərbaycana bəzi adları var, qıza da qoyla, oğlan da qoyla, Arzudur, Ulduzdur, Pərvindir. Bizdə Pərvin müəllim var, İdman müəllim idi. Özəl liseydə işləyirdim. Demək, bir gün uşağın biri qaça-qaça gəldi. 4-cü ya 5-ci sinifdə oxuyan bir qız uşağı qaça-qaça gəldi. Müəllim, mən sizi çox istəyirəm, müəllim, mən sizi çox istəyirəm. Sağ ol, mənim bala. Bir sizi niyə çox istəyirəm, deyir, niyə? Siz mənim anamla adaşsınız, deyir. Yəni, ona elə uşağı elə adı qoymaq lazımdır ki, yəni, belə problemlər yaranmasın. Hə. Bəli, 53-də, çok dərzlərini oxumasa var. Birinci hissəsi var, yazın. Hə. Müqayisə edilən varlıqlar daha qabarıq şəkildə nəzər çatdırmaq üçün. Müqayisə edilən Hə, varlıqlar. o bir dənə nümunə verib, bir dənə qotur nümunə verib dində. Ana haqqı, tanrı haqqı ifadəsi. Hə, o. Vəsb olan başqa nümunəsi də yoxdur. Ana haqqı, tanrı haqqı. Bir dənə o nümunəni verir ki, müqayisə edən varlıqlar. Yəni, ana haqqı, tanrı haqqı ifadəsi mübtəda xəbərdir də. Boqqalar çıxarıb dilçini niyə bu günə qoyursunuz ki? Hə, bir dənə onu nəzərdə. Hə, bir dənə o. Ayağına görə düz çıxır. Nə, araşdırmayın. Yəni, tez yoxdur. Hə. 51. 51. 51. Dedik. Hə. 55. 55. Buraxılan durğu işarələrini müəyyən edin. Deyir ki, Arif geri dönüb, qoşa nöqtə, hə, dırnaq, Vasif, sən Milli Azadlıq mübarizəsində niyə iştirak etmişdin? Sual işarəsi. Hə, dırnaq, tiri. Sualı orada koyuyor. Yox, Ay, bəli. İndi cavab olmadı orada. hə, qoşa nöqtə, dırnaq, bir vergül var, bir tiri var, bir sual var. Hə, hərəsində bir dənə var. 2 vergül yox. Hardan ikinci vergülü hara qoymağı? Bəli, mürəkkəb adın tərkibində işlənən nöqtə durğu işarəsi deyil. Xeyr. 57-yə nə olur? Nəydi ayatmışam? Durğu işarəsinin qoyulmaması və qoyulması məsələsi var da. Bir sabah, yəni noyabrın 8-ci bayram olduğundan tiri. O zaman sizinləşin saymıram. Hə, sən defisdir o. Yəni qoyuruq, bəli. Yəni qoyuruq səhvdə, amma bunu hesab eləmir, çünki defisdir. Bayram olduğundan qeyri-iş, burada da var həmçinin. Bu da defisdir, durğu işarəsi var, x qoyuram. Demək, qeyri-iş günü hiss olunur. Ona görə də bu tabesi bağlayıcı olan, ona görə də sonra yox. Bəli. Çünki ölkədə bir çox iş yerləri nə olacaq? Bağlı olacaq. İndi orada neçədən oldu? Mən 3 dənə tapdım. 3 dənə tapdım, bir də səhv qoyulub. Qoyulmamayıb, bir də səhv qoyulub. Yəqin onu saydım. Saymalısan da. Hansı səhv qoyulub?
Bəli, bu səhv yanlış. 8 ilə bununla bu hesab deyil ha. Sonra mən 61. 61. Nə olub 61-ə? Yaşlı adam düzəltdiyi tozu Qıza verib deyil. Veribdən sonra vergül qoymuşsan. Mən pirməmli kəramətinə bələdəm. Piri. Bu Tamam, başa düşdüm ona görə. bu dünyanın ən güclü zəhəridir. Amma bir dəfəyə versən, qız elə o an öləcək. Vergül. Səndən sonra vergül. Şərt budaq cümləsi. De sasə var da. Bu da qalanımızı düzəltmişəm. Hə, buradan da sonra. Bu dünyanın ən güclü zəhəridir. Sonra 63. 63. Sual içərisində yerinə arzu hansı durğu şərəsi yazmalıdır? Vasif, könüllü bir türk sabiti. Bizi də apardılar. Qeyd. Mübtəda xəbər baş üzvlər və nöqtəli vergül sadalama gəlir. Təyin, tamlıq və zərflik işin dərəcəli üzvlər sayılır. Aynen, orada ad götürdülər axı, qoşa nöqtə götürdülər. 60-da nə veriblər? A. Yox, yeməyə. Yox, mən də yazmışdım. Arkadaşlar şeydir. Onun kitabı biraz fərqlidir. Qoşa nöqtə. Qoşa nöqtə yazmışam. Mən 67. 67. 67. Tərkibində qoşa nöqtə olan cümlə haqqında hansı fikir desək, istən halda yanlış. Cümlə tabiri mürəkkəb cümlədir. Niyə? Demək ki, tərəflər arasında. Bəlkə içində ümumiləşdirici söz var. Cümlə tabisi mürəkkəb cümlədir. Yenə eyni versin. Cümlədə vasitəsiz nitq var. Bəlkə yoxdur. Yəni nədir? İstən halda yanlışdır. Qoşa nöqtə qoyulan cümlə əməli yazılmasının tərkibindədir. Ola bilər də. Qoşa nöqtə tərkib hissələrinin ikincisində vergül işarəsi olan aydınlaşma ilə tabisi mürəkkəb cümlənin tərəflər arasına qoyulub. O zaman ona nə qoyacağım? Nöqtə bəndi verim, hə? Bu da yanaşma düzgündür. Yarımçıq. Cümlənin 78. Bəlkə kitabdır. 78. 78. 69. Nə yazmışsan? A, D yazdım, geç. Qadın sürücü, qadın sürücünü başda alma. Yox. Qoyula da bilər, qoyulmaya da bilər. Dünən, məsələn, bax, birdə mütləq qoyulmalıdır. Ya tredə, ya vergülü mütləq. Başqa cürə qoya bilmərəm. Çünki adamın ad günü bir vaxtda olur. Hə. Qadın sürücü ona baxır. Burada vergülə ehtiyac yoxdur. Qoyulmamalıdır. Yəni, burada qoyulmalıdır. Burada qoyulmamalıdır. Rüfət, dostum Səməndəri çoxdandır ki tanıyır. Rüfət, dostum Səməndəri çoxdandır ki tanıyır. Hə, qoya da bilərəm, qoymaya da bilərəm. Yəni, Rüfəti xitab da edə bilərəm, mübtəda da edə bilərəm. 3. Əlindəki feyxaları masanın üstünə qoyub çay gətirməyə gedib. Hə, bax bu, ıblara bax. Bunu düşünə bilərəm. Həmsə düşünə bilərəm, düşünməyə də bilərəm. 4. Vaqif, oğlum səndən nigarandır. Vaqif oldu. Hə. Burada oğlum böyük həfin olduğunu, burada nə qoymalıyam? İda işarəsi mütləq qoymalıyam. Onu fe'li bağlamaq kimi düşün, tərzərkə zərfli. Bəli. İndi bizdə burada nə oldu? Qadın qoxuyum. Xəbər cəmdə olmalı. Qadın sürücü, bizə deyək, açıb, hə, qadın sürücü onun baxışlarını anlamağa çalışırdı. Qadın. Qadını xitab edəcəksən, elə olar. Amma başqa o versə sən deyən bir həmcisi olmaz, çünki xəbər cəmdə olmalı. Bir var qadın sürücü, var qadın. Sürücü onun Yəni, başında. bir adamı niyə qadın deyib çağırasan? Qadın. Olub hansısa? Doktorlarından siz gəldi, mən ona görə. Xanım deyərlər də. Nə bilim, sualdır, yəni, sualdır. Yox, ələnət min bərəkət prinsipindən. Hə, 78, 79, 80. şimdi 78, 79, 80. 78. Aşağıdakı cümlələrdəki durğu işarələrini niyə elə yazırsınız ki? Sözün düzgün təlaffuzı odur da, 80-dir də. Hə, aşağıdakı cümlədəki durğu işarələri ardıcıl olaraq doğru, yanlış, doğru, yanlış, doğru və yanlış qoyulmuşdur. Hansına bu şərt pozulur? Oy. Ədə, utanmaz. Hə, ədə, utanmaz. Sən bana niyə dedin ki bu iş? Deməli, ədədən qabaq tire. Bu şeydir də, doğrudur. Bax, bu da doğrudur axı, kitab olduğu üçün. Ona görə ikinci yanlış olmalıdır, bu doğru olduğu üçün pozulur. Sən D yazmısan? Doğru, yanlış, doğru, doğru. Baxaq. Bu da nə deyir bizə? Çox dedim, az eşitdir. Çox dedim, amma az eşitdir.
Doğru. Of, görər məni razı sala biləcək axırda. Bax, bu işarə var. Bunu deyir, yəni. Yanlış olması. Düz yanlışdır da. Niyə qoysun ki orada? Hə, Hansı işarə? O nöqtə. hə. Orada ofu böyüklə yazıblar deyə şey elədi də müəllim. Nə haqq ediblər də onu. Ona görə. Yox, dedim qardaş. Sonra Müəllim, bir də 79-a nə olmuş? 79-da A yazmışam, D çıxdı. Nümunədə həm 1 həm 2 vergül buraxın düşünmək olar. O pulu ortaya qoyanda, o pulu ortaya qoyanda. O pulu ortaya qoyanda, bir də o pulu, həmən pulu. Bu düzdür də. Bax, nümunədə həm bir şəxs kimi işlənəndə, yəni. Hə. Bir də amma o birisində artıq o tərkibin daxilində deyil, onun tərkibin Nə dəxli var ona? Cümlə sənə danışır. Kimsə deyir ki, o cümlənin tərkibin daxilində vergi olmamalıdır. Elə bir şey yoxdur. Biz onun verdiyi suala baxacağıq. Cavabı nə verib dedin? 79-da D. D-yə baxaq. Qoşa nöqtə bir vergül işarəsi. 4. Şair xanın önündə dayandı. Xan. Ha, nida. Görsən? Bəli, böyük hərf. Burada nida olmalı çünki böyük hərflərdir. Müəllim, bir də 72-yə qayıdaq. Qaydaq da. Hamı qabağa gedir, bir də mən də olur. Nə olur 72? Evet, axıda irəli gedər. 72. Hı. Hə. Mən burada qruplaşdırmada düzdür, güzel amma çox çətinlik çəkdim də. Niyə? Mən burada bir günün işi daşıdığı funksiya. Hələ ki, insanlar yemək yeyir, işə başlamağa çalışırlar. Bu həmcislərin vergülüdür. Həmcislər, hə. Artıq hər şey həll olunmuşdur. Daha kimsə bu mürəkkəbin vergülüdür. Deməli yazaq da bunun qabağından. Həmcisin vergülü, düzdür? Mürəkkəb cümlənin vergülü. Vətənimin gözəl obaları, kəndləri həmcisin vergülü. Sürü halında gəzən bu heyvanlar çox az hallarda ayrı düşərdilər, bərpa edərdilər. Bu da həmcis. Azərbaycan qarada bitən çiçək, Azərbaycan çiçəkdən. Lakin var burada, o mən. Onun nə dəxli var məsələyə? Lakin, plan şey. Lakindən izah verirlər. Yox, yəni mürəkkəb cümlə. Ki niyə? Sənə kim deyir, qarşılaşma bağlayıb olan cümlə mürəkkəb olmaq? Kim deyir bunu? Kim deyib sənə? Tabirlik bağlayıcısı faktdır. Tabirlik bağlayıcısı varsa cümlə mütləq mürəkkəb cümlədir. Amerika kəşf eləmir. Lakin səbə tabiridir. Xeyr, sadə cümlədir axı. Edərdilər, düşərdilər, nə heyvanlar. Bu da 80. 81. 80-ə nə olur? Hə. 80-dən 2 götürmüşəm, mən 2 götürmüşəm, bir də necə götürmüşəm içinə. Tünd qırmızı paltar. Bala o Bir defisdir. Bir dəqiqə mənə onu yenə tünd paltarı. Yəni onu məsələn əlavə içində düşünə bilərəm. Tirə qoyub, yəni qırmızı paltarı. Hə, etmə eləmək yine. Tünd, yəni qırmızı paltar. Bu nətər çıxır? Hə. Yaxşı, mən baxmayayım. 81. 80-ə baxaq da tamamilə. Mən kimi düşünürsünüz, sizdə halal olsun. Yox, mən Aparlar araşdırmalar göstərir ki, bura tire qoyulmaz. Göstərir ki, vergül qoy. Aha da neysə. Mən tire tapıram da, mən neynəmi vergül axtarmaq. Tirenin işləmə yeri azdır, deməli azdan baxmalıyam da. Niyə 700 dənə vergül işləmə yerini hesablayayım ki? Tünddə də defiz olacaq. Orada gəlindən qabaqdan tire olar. Vergül. Hə. Güllü, şəkli bağçamız, gələn qonaqlar çox istirahət. Nə sayılırdı? Hə. Dünən, yəni martın 5-i bu vergül də ola bilər, tire də ola bilər. Mən sizə demişdim, əlavədə o vaxt vergül məqbuldur ki, yəni orada mən başqa cür almaya bilmirəm. Yəni adamın da ad günü bir gün olur. Mənə onlar bilik və bacarıqla silahlanmış müəllimlər insanlığı öyrətmişlər. Hə. Onlar vergül, yəni bir də müəllimlər, bir də onlar, yəni müəllimlər. 5-6 A. 81-ə nə olmuşdu? 81-də nədir anaya qədər tapdım, duruşlarla. Sual, vergül və... Ha, söylə görsən böyük hərflə başlayır. Bayaqki situasiyadır. Hə. İndi burada belə olmalıdır da. Deməli, dialoq demir tire, sualın, tire və nöqtə. Sonra yenə tire. Bax, bu nöqtədir. Bayaqki situasiya. Çünki bu... Deməli, anadan əvvəl sualı qoyurum. Bax, cümlə, o sual buna hökm edir axı. İşarə nəyə hökm edirsə ondan sonra qoyulmalıdır. Söylə, mən də bilim. Demək, məktəbə getməyə başladan sonra mən də dərsə getməsəm... Mənim 89. 84. Cəfər böyük qardaşın boynunu qucaqlayıb üzündən öpdü. Qoşa nöqtə. Qoyulub da, nə istəyən burada? M, V-dir də. Görsən, böyük hərflə. M, V, M, V.
Bax, burada necədir, onu bura çək də. Sxemini çəkdiniz. Bax, bu M'dir. Düzdür, V. Sonra gəldi M, böyük hərfin olduğu yenə böyük V də. 80. Nə yazmışsan? Hökmən işlənməli durğu işarəsi. Gəl, əvvəl durğu işarəsini qoyaq. Sən nə desən də, mən bildiyimi edəcəm. Bax, sən nə desən də, mən bir diyalog deyir də, düzdürmü? Bura tiri olmalı. Nasir kişi, indi baxın bura. Bu dilləndi, onsuz da M-dir də, düzdürmü? Yəni, M-dən qabaqda mən vergül tiri düşünə bilərəm. Nida tiri də düşünə bilərəm. Deməli, bir tiri də burada mütləq hadisa var. Desən, bu suallara harasa qüsur olmalıydı. Nasirdən... Ya, fərqi yoxdur. Nasir kişi xitab da ola bilər. Nə bilim, Nasir kişidir, xitab da ola bilər. Nəsə, nə insə elədir. Yəni, mənə o lazımdır, mütləq deyir. Bax, burada bu tabiri mürəkkəb cümlə, bu vergül mütləqdir. Bu tiri də burada mütləqdir. Bir də burada bu tiri mütləqdir. Nasir kişidən sonra tirədə qoyursunuz siz. Başa düşmədi. Fərqi yoxdur da, demək istəyirəm. Məsələn, sən nə desən də, mən bildiyimi edəcəm. Nasir kişi dilləndi, düzdür? Yəni, burada vergül tire qoya bilərəm də, düzdürmü? Hə? Və yaxud, bunu silirəm. Sən nə desən də, mən bildiyimi edəcəm. Nasir, bax, Nasir, vergül tire kişi dilləndi, görsən? Və yaxud, sən nə desən də, mən bildiyimi edəcəm. Nasir kişi, vergül tire. İstəyirəm ki, buradakı vergül nisbidir, amma tire mütləqdir. Onu deməyə çalışıram bir saatdır mən yazıq. Oradakı ikinci vergül var. Problem bunu deyəm, sualda var idi. Mən orada edəcəyəm, sonra bir vergül qoymuşdum. Nasir kişi... Bəlkə nidadır orada, sən nə desən mən bildiyimi edəcəm. Bəlkə nidadır. Nasir xitab götürmüşüm, ona görə mən... Oy, bütün vəziyyətləri nəzər almalısan deyir. 89 mənim. Nə olub 89-a? Bir xanasına uyğun olmayan. Eyni durğu şahisindən iki dənə bu. Onu möhkəm adamlar, taqətli ayaqlar, bükülməz dizlər yox. Zəif və zərif xəyallar aparır. Hə. Onu möhkəm addımlar. Vergül. Bir də burada yoxdan sonra vergül. İki müxtəlif durğu şahisi. Məndə qəribə bir arzu baş qaldırdı. Vergül. Qaldırdı. İki ömür istəyirəm. Bu nə cümlədə? Nöqtə. Hə, bu işte bu eyni deyil onsuz da. Bizə nə deyib? Uyğun olmayan. Bu ödədir. Mən yerdən bir körpə olub. Anamın o mehriban, o mehriban xilqətin qucağına atılım, isinə başlarına tutulum. Bir dənə buraxılıb. Aşıq atan, top oynayan gizlənpaç yoldaşlarım. Burada. Mənim. Hə. O başlığı başa düşməm. Deyir ki, bir tərəf düz olsun, bir tərəf yanlış. Yəni bir tərəfi ödəsin, bir tərəfi ödəməz. Oy. Nəsə görmədik. Qələm inflak elədi. Qələm tərk edeyim. Neçə illər ömür keçirdiyim, doğulduğum, böyüdüyüm, yorulduğum, vergül, dincəldiyim, dərd çəkdiyim, sevindiyim, həyata qayıdıram. İki vergül burada var, ödəyib. Görsən, gəldi bu tərəfə. Ürəyimdə bir şadlıq var. Dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Burada da bir dənə. Görsən. Deməli, nə oldu? Cavab cəddə, düzdürmü? Bəli. Mənim var deyandan sonra biz qoşa nöqtə qoymalıyıq. Bəli. Nöqtəli vergül. Qoşa nöqtəli vergül adı. Belə. Bitdi mi? 90. Natanın bitti demeden bitmeyiz. Az baxın o Türk seriallarına. Hə. Hansı durğu şərə buraxır? Ürəyimdə deyil. Bəşəriyyət. Mən burada üçüncü vergülü mənə tapında. Axtarmağa çalışıram. Elə bir şey görsən. Bəşəriyyət. Hamısı analar qəlbi ilə yaşasaydı. Bəşəriyyət. Başdan başanın arasında defis yoxdur. Tirədə ayrıca. İşte defis yox. Hə. Hədə defis Analar qəlbi ilə yaşasaydı. Bunlar tərəfdə hə. Yaşasaydı dünya başdan başa cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq, mərhəmət dolu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəfətçilərlədir. Mən arzusu sözünün arasında tapdım. Nə danışsan, neysə. Arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri. Oradan da heç bir şey olmayacaq. Var, mən mevcut. Arzusu bizimlə. Hə. Bu müqəddəs qəlb sahiblərinin keçinə duran zamanı. Xeyr, orada yoxdur, artıq orada haqq eləmək. Belə. Mənim orada bəs orada hanı üçüncü vergül? Bəşəriyyət. Bir.
Ürəyimə deyirdi, bəşəriyyət hamısı, bircə dəqiqə, hamısı analar qəlbi ilə yaşasaydı, bu cümlə nəsə bəşəriyyətin hamısı demək istəyir. Analar qəlbi. Bu nə qəribə cümlədir. Ben yani ben orada iki zirvələ vergül tapdım. Bir dənə də nöqtə ben çaşıb bir dənə defis koymuştum. B variantı seçmişdim. Ama Burada problem var ha. C 3 vergül. Ad da, bəs mən niyə çaşdırırsan? Atalan bir saatdır bu. Nəsə, ağırlı acılı bir, bax, çəkdim zülmü görürsünüz. Bunu bəyənməlisiniz də, paylaşmalısınız da. Belə, nəsə. Gecəniz xeyrə, özünüzü qoruyun. İnşallah növbəti video izahlarda görüşərik. Bizdən xeyrə.